Bugünkü üz analizin qəhrəmanı bu rəsmdəki olan insanı hamı çox yaxşı tanıyır. Əsasən Facebookdan və TikTok Reels'lardan. Kəlməsi qızıldır, qələmi kimi. O çox sevilən yazıçıdır, Kəramət Böyükçöl. Belə bir yarpaq qalıb ağacda. İndi bu yarpaq o biri yarpaqlara görə xəyanətkardır. Gözlərin forması onu göstərir ki, yaşadıqlarını içində böyütməyə meyllidir. Hadisələri dramatikləşdirməyi sevir. Uşaqlıqdan incəsənətə yönəlib. Çənə quruluşu göstərir ki, özünü ifadə ehtiyacı, yazmaq ehtiyacı kimi təzahür edir. Dərin müşahidə qabiliyyəti var və güclü empatiya hissi var. Alnı deyir ki, o insanları yalnız görmür, hiss etməyi də bacarır. İntrovertdir, amma kütləyə təsiri çox böyük. Qaydalara qarşı çıxmağa meyllidir. No rules. Həqiqəti yalnız sorğulayanlar tapır, Kəramət də belə bir insandır. Sən böyük kütləni ilhamlandıra bilərsən. Sadəcə bu gücü monetizasiya etməyin vaxtıdır. Həm sənətkar, həm sahibkar olaraq bu balansı tapmaq ən önəmli bacarıqlardan biridir. Monetizasiya ayrıca öyrənilən bir bacarıqdır və bunun izləyici sayı ilə əlaqəsi yox. Əgər sən də özünə bu sualı verirsən ki, mən bacarığımı necə monetizasiya edim? Bu sualın cavabında sizə dəstək olmağa hazırıq. Ətraflı məlumat üçün bizə yaza bilərsiniz.